Salam, hər vaxtınız xeyir olsun mənim əzizlərim. Allaha çox şükürlər olsun ki, mən azadlıqdayım və bir çox məqamlar var ki, onlara aydınlıq gətirmək istəyirəm. Mənim əzizlərim, mən azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə baxdım və gördüm ki, mənim işimlə bağlı polisə və xüsusən də cənab nazir Vilayət Eyvazova qarşı həqiqətə uyğun olmayan qarayaxma xarakterli fikirlər yayılıb. Mən bunlarla bağlı açıqlama vermək istəyirəm. Mən açıq şəkildə demək istəyirəm ki, bu fikirlərin heç biri məndən qaynaqlanmır və mən onları bu yalan məlumatlar yaydığına görə qınayıram. Mən polisimin yanındayam. Mən cənab nazirimiz Vilayət Eyvazovun uğurlu fəaliyyətini bir vətəndaş olaraq dəstəkləyirəm. Mən onun ədalətinə güvənirəm və bugün azadlıqda olmağıma görə də məhz bu ədalətin nəticəsidir. Buna görə də bir vətəndaş olaraq bir daha cənab nazirimizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm. Və fürsətdən istifadə edərək onu da demək istəyirəm ki, mənim işimlə bağlı bəzi məqamlar var ki, mən şəxsən bunu cənab nazirimizə çatdırmaq istəyirəm. Eyni zamanda da ona birbaşa öz təşəkkürümü bildirmək istəyirəm. Və cənab nazirimiz, sizdən xahiş edirəm, bir vətəndaş olaraq məni qəbul edəsiniz.